Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər. Bugün kəsr məsələlərinin orta çətin tiplilərinə aid sınağın izahına baxırsınız. Deməli, sınağın izahına baxmamışdan öncə sınağın açıqlama hissəsində, yəni izahın açıqlama hissəsində sınağın linkini yerləşdirmişəm. İlk olaraq işləyib, daha sonra izahına baxa bilərsiniz. Deməli, 10 suallıq sınaqdır. Kəsr məsələləri hər il MİQ və sertifikasiya üzrə sualların içərisinə daxil olur və hər zaman qarşılaşa biləcəyimiz tiplərindən davam edirik. Həm çətin içində, yəni asanı yox, daha çətin və orta tiplilərini yerləşdirmişəm. Birinci suala gəlin başlayaq. Deməli, birinci sualımız belədir. Aydan pulunun əvvəlcə 9'da 4 hissəsini, daha sonra qalan pulunun 3'də 1 hissəsini xərclədim. Baxın, əvvəl 9'da 4 hissəsini xərcləyibsə, 9'dan 4 hissəsini xərcləyibsə, yerdə nə qədər qalıb? 9'dan 5 hissəsi qalıb. Yəni, bu xərcləndi, getdi, 9'da 5 hissəsi qaldı. Qalan pulunun 3'də 1 hissəsini xərcləyibsə, nə qədər qalıb? Bax, bu xərcləndi, getdi, qaldı 3'də 2 hissəsi. Deyir ki, həmin bu 3'də 2 hissə 360 manatdır. Yəni, Aydanın cibində 360 manat pulu qalıb. Əvvəlcə onun neçə manat pulu var idi? Bu tipli məsələlərdə bu üstündən xətt çəkdiyimiz kəsirlərdən başqa digər kəsirləri sondan önə doğru hesablamağa başlayırıq. Necə ki, sonda 360 qalıb və mən də bilirəm ki, 3'də 2 hissəsi 360'dır. Yəni, hissəsinə görə ədədi tapanda 3'də 2 hissəsi 360 olan ədədi tapırıq. Bunun üçün nə edirik? Ədədin hissəsinin tapılmasından fərqli olaraq, yəni ədədin hissəsini tapanda 3'ə bölüb 2'yə vururduq. Bu dəfə 2'yə bölüb 3'ə vuracaq. Yəni, hissəsinə görə ədədi tapırıq. 360'ı bölürük 2'yə, vururuq 3'ə. Bu da eləyir. 360'ı 2'yə böldüm 180, 3'ə vurdum 540. 540 ədədimiz nədir? 9'da 5 hissəsi olan 540'dır. Yəni, bax, bu hissəni hesabladım, keçdim bu hissəyə. Gördüyüm üstündən xətt çəkmədiyim ədədləri, yəni kəsirləri mən sondan önə doğru hesablayıram dediyim kimi. İndi fikirləşin ki, 9'da 4 hissəsi xərclənib, 9'da 5'i qalıb və mən də bildiyim ki, 9'da 5'i 540'dır. Onda hamısı nə qədərdir? 540'ı böldüm 5'ə, vurdum 9'a. Bu da elədi. 540'ı 5'ə böldüm 108, 9'a vurdum 972 manat. Mən sizə bu kəsirin ən sadə yolunu izah etmiş oldum. Bundan sadə yol inanın ki, tapa bilməyəcəksiniz. Baxın, sadəcə xərclədiyi pulların üstündən xərc çəkdim, qalan pulları yazdım. Qalan pullar bax bunlardır və sondakı 360 manat olduğunu bildim. Sondan önə doğru hesablaya gəldim. Qaldı 972 manat. Deməli, doğru cavabımız D variantı olmuş oldu. İkinci sualla davam edirik. İkinci sualda deyir ki, özü ilə 5'də 1'nin cəmi 30 olan ədədin 2 mislini tapın. Özü nədir bilmirəm. 5'də 1'i nədir? Onu da bilmirəm. Yəni 5'də 1 x olduğunu bilirəm. Və bunların cəmi 30'dur. Düzdürmü? İndi mən buradakı bu məxrəcdəki 5'i yox eləmək üçün hər tərəfi 5'ə vurmalıyam. Onun üçün buranı da 5'ə vururam, buranı da 5'ə vururam, buranı da 5'ə vururam. 5'i vurdum x-ə 5x. Bu 5 ilə 5 ixtisar gedir, qalır x. Bərabərdir 5 üçün 15, yanında bir 0. 6x-imiz 150'dirsə, onda mənim x-im neçədir? 150'ni 6'ya böldüm, elədi 25. Deməli, ədədimizin özü 25'dir və məndən 2 mislini istəyir. 25'in də 2 misli elədi 50. Burada, məsələn, düzdür, 2 mislini istəyib, amma ümumi ədədin özünü soruşsaydı, ədədi yerinə qoyub da yazmaq olardı. Amma bu tipli məsələlərdə, bax, bu yol hamısından rahat yoldur. Doğru cavabımız 50 olmuş oldu. Keçirik 3-cü suala. Hovuzdakı suyun 5'də 1 hissəsinin birinci günü, qalan suyun 4'də 3 hissəsini ikinci günü boşaltdılar. Baxın, hovuzda birinci gün boşaltılan su 5 hovuzlu 5'də 1'ini boşaldıblar. İkinci günü qalan suyun 4'də 3'ünü.
Qalan su nə qədərdir? 5-də 4. Bax, bura yazıram 5-də 4 qalan sudur. 5-də 4 yazılmır. Neysə, bura yazmayaq, aşağı yazıq. 5-də 4-ü qalıb. 5-də 4-ü qalıb. Bu 5-də 4-ün 4-də 3-ünü istəyir. Yəni, kəsirə vuracaq. Onda nə edəcək? Bu 4-də ixtisar gedir, qalır 5-də 3, x-i qalır. 5-də 3 x-ini ikinci günü boşaldıblar. İkinci gün birinci gündəkindən 20 ton su çox boşaltdılar. Baxın, bax, belə bir hissədir. 5 hissədən ibarət bir hovuz düşünün. Belə çəkməzdim, gələ dikinə çəkərdim, gözləyin. Bax, belə hovuzdur çünki 1, 2, 3, 4, 5 hissədən ibarət bir hovuzdur. Bunun 5-dən birini, bax, bu hissəni birinci gün boşaldıblar. Bu hissəni, çünki 5-də 3 deyir, yox, bu hissəni ikinci gün boşaldıblar. Və deyir ki, ikinci gün boşaldılan birinci gündəkindən 20 ton çoxdur. Bu 1 hissədir, bu 3 hissədir. Deməli, bax, bu 1 hissə olsaydı, bax, bu 2 hissə mənə 20 tondur. Onda 1 hissə nə qədərdir? 10 ton. Ya da belə hesablayın. Yəni, şəkillə də eləmək olar. Əlavə, məsələn, 5-də 3-dən 5-dən birini çıxacaq, eləyəcək 5-də 2-si. Bu 5-də 2 hissəsi 20 tondur. Onda hamısı 20-ni 2-yə böldüm. 10, onu 5-ə vurdum, 50. Hamısı 50-dir. Düzdür, məndən hamısını istəmir. Deyir, hovuzda neçə ton su qaldı? Görürsünüz, şərtdə deyir, hovuzda neçə ton su qaldı? Bax, 50-nin 5-də biri, yəni nə qədəri? 10-u. Birinci günü boşaldılıb, 50-ni 5-ə böldüm, 10. 50-nin 5-də 3-ünü ikinci günü. 50-ni 5-ə böldüm, elədi. 10, onu vurdum, 30. Ümumi olaraq 2 günə 40 litr su boşaldılıbsa, hovuzda da 50 litr su olduğuna görə 10 litri mənim hovuzda qalmış olacaq. Doğru cavabımız 10'dur. Dördüncü sualla davam eləyək. Deyir ki, kəsirin sürət və məxrəcinin cəmi 60'dır. Bax, bir dənə kəsir xətti çəkirəm. Sürətinə bir x qoyuram, məxrəcinə də cəmi 60'dırsa 60'dan çıxıram x-ini. Yəni, bu bizim standart qaydamızdır. 2 ədədin cəmi, məsələn, deyir ki, 30'dur. Birinci ədədə x yazıb, ikinci ədədə 30 çıx x yazmalıyam. Bu kəsiri ixtisar etdikdən sonra alınan nəticə 7 bölünsün 8 və yaxud da 8'də 7 digər adı ilə 7-nin 8'ə nisbəti kimidir. Yəni, nisbətdir də. İxtisara qədər kəsirin məxrəci və sürətin fərqini tapın. Bax, çarpaz şəkildə vururum. 8'i vurdum x-ə, elədi 8x bərabərdir. 7'ni vururam, 60 çıxılsın x-ə. 8x bərabərdir. 7 6 42, yəni 420 çıx 7x. 8x olduğu kimi qalır burada. 7x burada mənfidir. Bu tərəfə keçdi, müsbət oldu. 420 də öz yerində qalmış oldu. 7 ilə 8x toplayanda 15x bərabər 420. X də bizə verir 28. Deməli, ixtisara qədər kəsirim. Mən bildim ki, kəsirimin sürəti 28'dir. Məxrəci neçə olur onda? 32'dən 28 çıxacaq. 60'dan 28 çıxacam, eləcək. Neçə? 32. Burada da məndən kəsiri məxrəcə sürətin fərqini istəyir. Yəni 32'dən 28 çıx. Eləyəcək neçə? 4. Doğru cavabımız 4 olmuş olacaq. 5-ci sual. Turist yolun 5'də 2 hissəsini getdikdən sonra yolun ortasına çatmaq üçün 30 kilometr yolu qaldı. Yolun ümumi uzunluğunu tapın. Bax, belə bir yoldur. 5 hissədən ibarət yoldur. 3, 4, bu da 5. 5 hissədən ibarət yoldur. Bunun 5'də 2 hissəsini gedir. Bax, bu yolun ortası buradır da. 2 yarım bura, 2 yarım bu tərəfdən. 5'də 2 hissəsini getdikdən sonra yolun ortasına çatmaq üçün, yəni bura çatmaq üçün 30 kilometr yolu qalır. Deməli, bir hissəmiz bizim nə qədər imiş? 60. Onda mənim də 5 hissəm olduğuna görə 60'ı vuracağım 5'ə, eləyəcək 300.
İndi bunu digər yolla necə taparam? Şəkil olmasın, başqa bir yol olsun. Tutaq ki, deyir ki, 5-də 2 hissəsini, bax yolun 5-də 2 hissəsini bir gedir. Yəni x plus da 30 kilometr gedəndən sonra bu yolun yarısına çatmış olur. Mən ümumi bitirsəydi yolu x yazardım. Amma yarısı dediyinə görə 2-də 1 x yazdım. Buradan da 5 ilə 2-yə ortaq məxrəc 10 olacaq. Onu 5'ə böldüm 2. Burada 10. Burada 12'ye böldüm 5. 2'ni 2'ye vurdum 4x plus 300 beraberdir 5x. Buradan da bu 300'ü saxlayıram yerində ki, mənfi alınmasın. 5x-dən 4x-in çıxdım x. Gördüğünüz kimi eyni cavabı almış oluram. Lakin bu daha rahat yoldur. Nəinki bu birisi. Niyə görə? Gördüğünüz kimi burada məsələn kəsirin məxrəcini azad eləmək kimi bir bu hissədə məxrəc olmadı. Şəkillə daha rahat yazmış oldum. Qısa yazmış oldum. Amma bu bazası olan müəllimlər üçün bu da rahat olur. Düzdür, hər iki yol rahatdır. Amma bazası olan müəllimlər ən çox bu yola üstünlük verir. Amma sertifikasiyaya hazırlaşan müəllimlər daha çox bu yola üstünlük verir. Yəni seçim sizindir. Hansı sizə rahatdır, o yolla həll eləyə bilərsiniz. Doğru cavabımız oldu 300 A variantı. 6-cı sual. Tələbə cibindəki pulun 3-də 2 hissəsinə bir şalvar aldı. Bax, cibindəki pulun 3-də 2 hissəsinə. Tələbə 6-cı sualdayıq da. Tələbə cibindəki pulun 12-də 3-də 2-ni hardan oxudum? 12-də 3 hissəsinə. 12-də 3 hissəsinə bax bir dənə şalvar alır. Qalan pulun 8-də 3-ünə 3 köynək aldı. Bax, 12-də 3-ünə şalvar alıbsa, cibində nə qədər pul qalır? 12-də 9. Və bunun 8-də 3-ünə də 3 dənə köynək alıb. Burada 12 ilə 3 ixtisar gedir 4. 4 8-in 32. 9 1-in 9. Bax, 32-də 9 hissəsinə 3 dənə şalvar alıb. Şalvar. Yox, köynək daha doğrusu. Köynək. Bu şalvar idi. Cibində də 240 manat pulu qalıb. Bax, əvvəlcə 12-də 3-ün x üstə gəlinsin. 32-də 9, 12-də 3x. Bugün nəsə fikrim dağınıqdır. Deməli, 12-də 3x üstə gəlinsin. 32-də 9 hissəsini aldı və plus 240 manat pulu qaldı cibində. Amma ümumi pulunu mən bunların hamısını bir yerə toplasam, ümumi pulunu almış olacağım. Yəni x. Mənə də x lazımdır. İndi buradan ortaq məxrəc 12 və 32 ortaq məxrəc 96 götürək. 96-nı 12-yə böldüm 8-i, 96-nı 32-yə böldüm 3-ü, burada 96 və burada 96. 3 8-in 24x plus 3 9-un 27x plus. İndi mən burada kalkulyatorla vururam. 240-ı vurdum 96-ya, elədi 23.040 bərabərdir 96x. 24x, 27x və 96x. Bunları topladım, 96-dan çıxdım. Elədi. Olduğu kimi bunu saxlayaq. Burada bərabərdir 45x. X də bərabər olur neçəyə? 512-yə. Yəni 23.040-ı 45-ə böləndə 512. Mən bildim ki, 512 manat mənim ümumi pulumdur. Bunun 12-də 3 hissəsinə bir şalvar alıb, qalan bunun 8-də 3 hissəsinə 3 köynək aldı. Bax, 512-nin indi hazırda burada mən qalan pulunun köynək aldığını tapmışdım axı. Onun üçün də 512-nin 32-də 9 hissəsini tapırıq. 512-ni bölürəm 32-yə, vururam 9-a. Gəlin vuraq, 512 üstə gəlinsin. Yox, bölünsün 39, vurulsun 32, bölünsün 9. Elədi neçə? 144. İndi bu 144 cavabımız deyil. Çünki 144 manat pula 3 dənə köynək alıb. Onda bir köynəyin qiyməti
144 də böldüm 3-ə elədi 48 manat. Etiraf edirəm, bu biraz daha çətin idi. Demək olar ki, ən çətini buydu. Yəni burada müəyyən bir əməllər lazım idi. Kəsrdə məxrəcdən azad eləmək lazım idi. Sonra böyük ədədlər alınır və sizin də orada kalkulyatorunuz mövcuddur. Kalkulyatorla daha rahat yaza bilərsiniz. Deməli, doğru cavabımız 48 manat eləmiş oldu. 7-ci sualla davam edirik. Əkinci birinci gün tarlanın 1/4-ni, ikinci gün qalan sahənin 3/1-ni şumlayır. Bax, birinci günü 1/4-ni şumlayır. Gəlin yazaq. Birinci günün 1/4-ni şumlayır. Və daha sonra qalan sahənin 3/1-ni şumlayır. Qalan sahə nə qədərdir? Bax, 1/4-ni şumladısa qaldı 4-dən 3-ü. 4-də 3-ün nəyini tapırıq? 3-dən 1-ni tapırıq. Bu da eləyir. 3-dən 3 ixtisar gedir, eləyir 4/1. İkinci günü də 4/1 x şumlayır. Üçüncü günü 23 hektar. Dördüncü günü isə 41 hektar şumlamış olur. Baxın, bu ikisini bir yerdə topladım. 23 və 41-i elədi ümumi olaraq 64. İndi yazıram burada. 4/1 x üstə gəlinsin, yenə 4/1 x üstə gəlinsin 64 bərabərdir. Ümumi yerim nə qədərdir bilmirəm. Bundan öncəki məsələ kimidir də eyni. Onda nə edirəm? Buradakı 4-ləri ixtisar aparmaq üçün ortaq məxrəc 4 kimi götürürəm. Onda olur 4-ü 4-ə böldüm 1, 1, burada 4 və burada da 4. Çünki bunların məxrəclərində heç bir ədəd yoxdur, elə avtomatik 4-ə vurulur. X plus x elədi 2x, üstə gəlinsin 64-ü vuraq 4-ə, elədi 256. 256. 256-nın da bərabər eləyirəm 4-ü vuran x-ə eləyir 4x. 256 gəlir bura. 4x-dən 2x-in çıxıram, eləyir 2x. Onda x-imiz nəyə bərabər olur? 256-nı 2-yə böləndə eləyəcək 128. Məndən nə istəyir? Əkinçisi ikinci gün neçə hektar sahəni? İkinci günü buradır da. 128-in 4/1-ni tapacaq. Eləyəcək 128-i 4-ə böləndə eləyəcək 32 bizim doğru cavabımız oldu. Doğru cavabımız C variantı 32. 8-ci suala davam edirik. Ambara 560 kiloqram mal gətirdilər. Baxın, 560-ı gətiriblər. Bunun birinci günü bütün malın 2/1-ni, yəni yarısını 2-yə böldüm, vurdum 1-ə, elədi 280. Bu birinci günüdür. İkinci gün isə qalanının, yəni 560-ın yarısı 280 isə yarısı da qalanı da 280 olur da. 280-i də böldüm nəyə? Deyir 4/1-ni istifadə elədilər. Böldüm 4-ə, vurdum 1-ə. Bu da elədi 70. Üçüncü günü isə ikinci gündəkindən 2 dəfə çox. Yəni 70-dən 2 dəfə çox nə qədər eləyir? 140. Bax, birinci günü 280, ikinci günü 70, üçüncü günü 140. Bunlar ümumi olaraq 490 kiloqram mal eləyir. Mənim də ambarımda 560 kiloqram mal var idi. Bunun 490-ı istifadə olundusa, nə qədər qalmış oldu? 70 kiloqramı qalmış oldu. Doğru cavabımız oldu 70. Bu məsələ mənim yadımdadır. Hardasa 2018 idi ya 19 idi. Mix sualların içində idi. Mən bunu elə bir görmüşəm. Yəni tam belə deyim də rəqəmləri fərqli olsa da, amma bu tiplilərini rastıma çıxıb. Yəni görmüşəm. Deməli, 2 ədədin nisbəti 4 bölünsün 9 kimidir. Bu ədədlərin cəmi 52 olarsa, bu ədədlərin fərqini tapın. Harada ki, belə bir ədədlər gördünüz, nisbət. Bilin ki, birinə 9x və yaxud da hər hansı bir 9k da deyə bilərik buna. Və 4k kimi nəzərdə tutun. Yəni 9x və 4x kimi nəzərdə tutun. Bu ədədlərin cəmi 52 olarsa, fərqini deyir tapın. 9-dan 4-ü topladım, elədi 13x. 52-yə bərabər oldu. X də bərabər oldu nəyə? 52-ni 13-ə böldüm 4-ə. Aparıram, yerinə qoyuram. Necə yerinə qoydum?
4'ü vurdum 9'a 36 bu ədəd elədi. 4 4-dən 16 bu ədəd elədi. Bunların da fərqini istəyir. Elədi 20. Doğru cavabımız 20 olmuş oldu. 10-cu və sonuncu sualla davam edirik. Qrupdakı deyir qızların sayı oğlanların sayına olan nisbəti 1 bölünsün 5'dir. Bu qrupa 5 qız gələrsə bu nisbət 2 bölünsün 5 olar. Qrupda neçə oğlan var? Nisbət dedirsə bu avtomatik bu bölməni çəkin, kəsiri çəkin. Yəni bu kəsir həm də bölmə kimi nəzərdə tutulur da. Qızların sayının oğlanların sayına olan nisbəti 1 bölünsün 5'dir. Yəni bura 1x-dir. Qabağına 1 yazmağa ehtiyac yoxdur. Burada 5x-dir. Bura qızdır, bura oğlandır. Bax belə deyim. Bu qrupa 5 qız gələrsə, bax qızlara 5 gəlirəm. Bu nisbət 5'də 2 olar. Yəni 2 bölünsün 5 olar. 5'də 2 olar. Bu tipli məsələlərdə də, bu tipli misallarda da biz nə edirik? Çarpaz şəkildə vururuq. 5'i vururuq x plus 5'ə. Bərabər eləyirik 2 5'in 10x-ə. Çarpaz vurduq. 5x üstə gəlinsin 5 5'in 25 bərabərdir 10x. Burada 25'i saxlayıram burada. 10x-dən 5x-ni çıxıram. Yazılır 5x. X nəyə bərabər oldu? 5'ə. X-in 5'dirsə, mən nə edirəm? Aparıram yerinə qoyuram. Buranam, bura. Qızlara 5, oğlanlar 25. Məndən də nə istəyir? Neçə oğlan var? 25 oğlan var imiş. Belə, doğru cavabımız da oldu. Bu qədər əziz müəllimlər, əziz həmkarlarım. Sınağın əgər izahını bəyəndinizsə, bəyənmə tuşuna basmağı unutmayın. Abunə deyilsinizsə, abunə olmağı unutmayın. Sağ olun, digər izahlarda görüşənə qədər.